Möhtərəm qardaşlar, biz həqiqətən çox ağır bir zamanda yaşırıq. Fitnələrin gecə zülmət qaranlığın tabaqaları kimi üst-üstə olub da çeşid-çeşid, ardı aram kəsilmədən dal-badal gələn fitnələrin arasında yaşayırıq. Və çox qəribə fitnələrdir, çeşid-çeşid, adam bilmir hansından insanı həzər eləsin ki, bu insanlar bu fitnələrə düşməsinlər. Onlardan birini sizə xatırladacağım, özümə vacib gördüm. Burada bir qardaşımız var, düşünürəm ki, avam qardaşdır, anlamır məsələləri, onun haqqında suizən etmək istəmirəm. Çünki əvvəlcə o qardaş gah belə danışırdı, qrup adminlərinin biridir, videolar, roliklər düzəldən profili vardır, gah da belə, yəni həm belə profildə görmüşük onu, həm belə, yəni düşünmürəm ki, o qəsdlidir, yəni. Hər halda yəni hüsnü zənnilik. Bu insan bir qrup açdı bu yaxınlarda. İndicə oradan çıxdım mən o qrupdan. Adı Veysel qardaşla bərabər qrupu. Veysel qardaşla. Və o qrupa məni də salıb və saf tərtəmiz uşaqları salıb o qrupa. Və orada düşünürəm ki, bizi barışdırmaq istəyir. Həmin qardaşa mən dedim ki, zəhmət olmasa məni bu qrupdan çıxardın. Niyə görə? Çünki Veysel Orucov 2 il hadisədən keçdi, o düzəlmədi o insan. O insan düzəlmədi. Sıraha gün mən Moskvadan gəlmişəm. Moskvadakı iş adamları, 30-a yaxın iş adamları, onun kəndçiləri, Gürcüstanlılar, onun haqqında mənə elə informasiyalar dedilər ki, mənim bildiyim informasiyalar, onların dediyi informasiyaların yanında 30% təşkil edirdi cəmi cümlətanı. Və mənim görmədiyim tərəfləri də onlar mənə göstərdilər. Yəni, Veysel Orucov təhlükəli insandır. O, bütün dünyadakı Azərbaycan dilli xavaricilərin, təkfirçilərin və işitçilərin şeyxidir, xəbəriniz olsun. Bu insanın 2 sifəti var, 2 məzhəbi var. Biri sizin üçün, sələfə uyğun danışır o insan, biri də məxsus öz cəmaatı üçün. Və 2 bundan qabaq bu qalmaqal başlayanda mən 22 nəfər Gürcüstanlı insanın ismi, soy adı və atasının adı ilə şəhadətini verdim bir çox rolik düzəldənlərə, onlar imtina etdilər rolik düzəltməyə və mən məğlub oldum onun qalmaqalında, o insan yalancı bəyanət verdi. Sonra həmin bəyanəti mən göndərdim onun təkfirçi dostlarına, o günlərdə biz yazışırdıq, qırışırdıq. Onlar da gülüş smaki göndərdilər ki, elə yaxşıdır, zakazı yerinə yetirir və s. Siz girən kol deyil, deyir bizə. Yəni bu insan 2 başlı dəvətçidir. Əslində o sizin dəvətçiniz deyil, sizə uyğun o sizin qəlbinizi cəlb edib özünə yəni şikar yığır. Vallahi mənim sizə yazım gəlir. Və məni qəti maraqlandırmır ki, siz bundan sonra mənim haqqımda nə düşünəcəksiniz, mənim haqqımda nələr deyəcəksiniz, qəti maraqlandırmır. Qəti maraqlandırmır. Mən özümə bir mömin kimi, müsəlman kimi deyim, yoxsa nə deyim. Yəni sıxışdırmıram bu İslam adına ki, bu boyda xəyanəti gizlədim. Sizin bilmədiyiniz çox şeylər vardır. Bu qalmaqal başlayan gündən indiyə kimi mənim telefonuma, şəxsi WhatsApp-ma, Telegramma ölüm təhdidləri gəlir. Anonim rəqəmlərdən, xarici rəqəmlərdən və anonim insanlardan. Səslə də gələn olubdu, yazı ilə də gələn olubdu və hər dəfə qalmaqal yenilədikcə ölüm təhdidləri artır və danışan insanların yazılarından xavarici və təkfirçi, işitçi olmaları məlum olur. Yəni, qardaşlar, əl çəkin bu Veysel Orucovdan, ya da məndən əl çəkin, çox xahiş edirəm. Mən yəni sizə vacib bildim deyə bunu sizə xəbər verdim. Qurtarın, bu insan sizdən deyil. Bu insan həlak elədi bizim bəzi çox hörmətli tələbələrimizi. Onlar da oldular onun tayı. Halbuki ondan deyillər əvvəllər. Bax, belə fitnələr var, qardaşlar. Ayılın, qardaşlar, ayılın. Vəziyyət çox gərgindir, siz bilmirsiniz. Saman altından zəhərli su axır. Onlar olan böyük problemlərini bu ki, onlar susublar. Bax, belə bilirlər olan problemlər var. İndi də bilirlər. Gizdində ola bilsin, çəkindirirlər. Amma aşkarda demirlər. Bu da azdırır cəmaatı. Məsələn, bəzi o kimlər ki, o qardaşları azdırıblar. Onlar deyirlər, olmuşu bu tələbələ danışmıraq. Borçlar biraz sulublar deyir, biri deyir, mən komerimdə, biri deyir, mən gecə yoxuma girir hər gün. Biri belə deyir, biri belə deyir. Azdırır. Azdırır. Məsləhət də öyle alanlar qulaqsızsınız. Bəli.